İfadəsində bildirdi ki, o araşdırması və tənqidi jurnalistika ilə məşğul olub. O cümlədən də Abzas Media bu fəaliyyətlə məşğul olubdur. Korrupsiyaların araşdırılmasına və tənqidi məqalələrlə çıxış edibdir. Və ona görə ona qarşı, mediaya qarşı dözümsüzlük göstərilib və medianın bütün nümayəndələri həbs olunubdur və o xaricdə cinayət törətmədiyi üçün xaricdə olduğu halda Azərbaycana qayıdıbdır. Dövlət ittihamçısının bütün təqsirləndirilən şəxslərə sualları eynidir və o əvvəlcədən yazılmış bir suallardır. Və hansı ki, o sualların əksəriyyəti ümumiyyətlə təqsirləndirilən şəxslərə aidiyyəti yoxdur. Ona görə ki, onlar hər hansı bir cinayət törətməyiblər və o sualların da mahiyyəti üzrə cavabını bilmirlər. Ona görə ki, ittiham tamamilə uydurulmuş bir ittihamdır. Bugün məhkəmədə mənim hüquqlarımı müdafiə etdiyim Elnarə Qasımova sərbəst ifadəsini verdi. O ithamları zaten qəbul etməmişdi. Bir daha ithamları qəbul etmədiyini bildirdi və ithamların saxta olduğunu bildirdi. Hətta cinayət iş materiallarında olan saxta sənədlərdən birini, ümumiyyətlə Elnarə Qasımova heç bir aidiyyəti olmayan bir sənəd idi. Sadəcə ad və soyad oxşarlığı olduğuna görə, atadı fərqli olduğuna görə o sənəd qoyulub əmlakla bağlı. Elnarə onu bildirdi ki, yəni başqa bir şəxsə zərər dəyməsin. Belə də yəni həbsini Abzas Mediadakı əməkdaşlığından əlaqələndirdi və bildirdi ki, sırf jurnalist fəaliyyətini araşdırma etdiklərinə görə Abzas Medianın digər əməkdaşlarla birlikdə bugün həbsdədir. Prokurorun verdiyi suallara cavab verməkdən imtina etdi. Hesab edir ki, ithamlar zaten saxtadır deyə suallara cavab verməyin də bir əhəmiyyəti yoxdur.